Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıda studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Azyaşlılara və hamilə xanımlara COVID-19 əleyhinə peyvəndi vurdurmaq tövsiyə olunmur. Bu qəribə, qeyri-adi və dünyada sensasiyaya səbəb olan açıqlamanı isə Amerika Səhiyyə rəsmiləri verib. Baxaq detallara. COVID-19 peyvəndi artıq Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin immunizasiya cədvəlində hamilə qadınlar və sağlam uşaqlar üçün tövsiyə olunan peyvəndlər arasında olmayacaq. Bu açıqlamanı Amerika Birləşmiş Ştatları Səhiyyə və İnsan Xidmətləri katibi oğul Robert Kennedy verib. Kennedy tövsiyələrdəki dəyişikliyi əsaslandırmaq üçün heç bir elmi dəlil təqdim etmədi. Lakin ekspertlər deyir ki, bu dəyişiklik xüsusilə hamilə qadınlar və onların körpələri üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq. Onların hər ikisinin COVID-19-dan ciddi fəsadlar riskinin yüksək olduğunu düşünülür. Xərçəng əleyhinə 2 dərmanı birləşdirib ömrü 30% uzadan tablet kəşf ediblər. Təbii ki, bu da elm dünyasında kifayət qədər müzakirələrə səbəb olub. Alimlər də iddia edirlər ki, biz artıq insan ömrünü uzada bilirik. Alimlər qocalmanı 30% ləngitməyin yolunu tapıb. Almaniyanın Max Planck Yaşlanma Biologiyası İnstitutu və London Universitet Kollecinin alimləri 2 onkoloji dərmanın birlikdə istifadə edildikdə siçanların ömrünü təxminən 30% uzatdığını müəyyən edib. Bu nəticə nüfuzlu Nature Aging jurnalında dərc olunub. Hər 2 dərman ayrı-ayrılıqda ömrü uzatsa da, orqanizmi gücləndirmək potensialına malik olsa da, birlikdə sinergetik təsir göstərərək daha güclü effekt verib. Müşahidələr göstərib ki, preparatların kombinasiyası həmçinin xroniki iltihabı azaldır, xərçəngin yaranmasını gecikdirir və əlavə yan təsirlərə səbəb olmur. Dərmanlar yaşlanma ilə əlaqəli müxtəlif hüceyrə siqnal yollarına təsir edir. Gen analizləri göstərib ki, bu dərmanlar birlikdə istifadə edildikdə orqanizmdə fərqli və yeni təsir mexanizmləri yaradır. Hazırda hər 2 dərman xərçəng müalicəsində istifadə olunur. Lakin bu kəşf onların insanlarda sağlam və fəal uzunömürlüyü təşviq etmək potensialını ortaya qoyur. Alimlər gələcəkdə bu kombinasiyanın insanlar üzərində klinik sınaqlarını planlaşdırır. Natəmizliyin sonu təbii ki, xəstəlikdir, ən pis ehtimalla isə ölüm. İnanmırsınız? Bu xəbəri diqqətlə izləyin və gigiyenik qaydalara mütləq riayət edin. Səhiyyə mütəxəssisləri hesab edirlər ki, Bosniya və Hersegovina paytaxtı Sarayevada gəmiricilər populyasiyasına nəzarət edilməməsi siçovullarla yoluxan xəstəliklərin həyəcan verici artımının arxasında dayanır. Bu həftə cəmi 24 saat ərzində ölkənin ən böyük xəstəxanası onlarla leptospiroz hadisəsi barədə məlumat verib. Leptospiroz xəstəliyinə yoluxan, ağciyərlərində ağır qanaxma olan insanlar üçün ölüm nisbəti 50%-dən çoxdur. Simptomlar baş ağrısı və əzələ ağrısından ağciyərlərdə qanaxmaya qədər dəyişə bilər. Xəstəliyin kəskin forması sarılıq və hətta böyrə çatışmazlığına gətirib çıxarır. Bu ayın əvvəlindən etibarən isə şəhərdə gəmiricilər vasitəsilə yayılan digər infeksiyalarında davamlı artım müşahidə olunur. Xəstəlik gəmiricilərin sidiyi və ya nəcisi ilə çirklənmiş su və ya torpaq vasitəsilə yayılır. Sarayeva yerli hakimiyyət orqanları epidemiya elan edərək onlara fövqəladə və gigiyenik tədbirlər keçirilməsinə göstəriş verib. Bu xəbəri oxuyanda həqiqətən də çox heyrətləndim. Necə ola bilər ki, uşaqlar üçün nəzərdə tutulan hariboların tərkibində narkotik vasitə olsun? Dünya bundan danışır, gəlin izləyək. Hariboda narkotik maddə aşkarlandı. Niderlandda məşhur Haribo marmeladlarında narkotik maddə çətəni aşkar edilib. Bu barədə yerli hökumət orqanları məlumat verib. Hadisə bir neçə nəfərin şinyat yedikdən sonra halının pisləşməsi ilə bağlı şikayətlərindən sonra ortaya çıxıb. Yoxlamalar nəticəsində şübhəli partiyada həqiqətən də narkotik tərkibli maddə tapılıb. Haribo şirkəti məsələ ilə bağlı dərhal açıqlama verərək şübhəli partiyanın satışdan geri çağırılacağını bildirib. Hazırda çətənin məhsula necə və hansı şəraitdə düşdüyü araşdırılır. Bütün çətinliklərinə və imtahanlarına baxmayaraq çox gözəl bir yerdə yaşayırıq. Bu yer kürəsində uzun müddət qalmaq üçün nə etmək lazımdır? Dünyanın ən uzun ömürlü insanlarının 5 vərdişini sizə təqdim edirik.
100 yaşdan çox yaşayanların 5 vərdişi. Dünyanın müxtəlif bölgələrində, Yaponiyadan Kosta-Rikaya qədər uzanan və mavi zonalar adlandırılan yerlərdə 100 yaşı ötən insanların uzun və sağlam ömrünün sirri sadə vərdişlərdə gizlidir. Mütəxəssislər bu insanların uzun ömürlülüyünü təkcə genetika ilə deyil, gündəlik həyat tərzi ilə də əlaqələndirir. Onların əsas 5 vərdişi. 1. Təbii fiziki aktivlik. İdman zallarına getmədən gündəlik hərəkətdə olmaq, bağda işləmək, əkinlə məşğul olmaq və digər açıq havada hərəkətlilik. 2. Stresi idarə etmə bacarığı. Günorta yuxusu, axşam söhbətləri və dincəlməyə vaxt ayırmaq onlar üçün adi haldır. 3. Balanslı və düşünülmüş qidalanma. Az, lakin təbii məhsullarla qidalanmaq, süfrədən tam tox olmadan qalxmaq. 4. Güclü ailə bağları, ailə birliyi, nəsillər arası münasibət və birgə zaman keçirmək ön plandadır. Və son olaraq 5. Aktiv sosial həyat. Qruplar, könüllülük və dost çevrəsi ilə sosial əlaqələri möhkəmləndirmək. Onların həyat fəlsəfəsi hər gün üçün yaşamağa səbəb tapmaq və minnətdar olmaq üzərində qurulub. Bu isə həm psixoloji, həm də fiziki sağlamlığın təməl şərtlərindəndir. Əksəriyyətimiz işdən sonra birbaşa evə getməmişiksə, saat 9-a, 10-a qədər bir işlərimiz olubsa və onları görmüşüksə, evə gələndə istər-istəməz aclıq hissini yaşayırıq. Bu saatlarda ən faydalı yemək nədir deyə yəqin ki, düşünürsünüz. Alimlər isə o sırada axşamüstü qarabaşaq yeməyin faydalarının nə qədər çox olduğunu bizə sübut eləyirlər. Axşamlar qarabaşaq yemək faydalıdır. Qarabaşaq, yəni qreçka axşam saatlarında qəbul üçün ideal qida məhsulu sayılır. Bunun bir neçə səbəbi var. İlk növbədə qarabaşaq tərkibindəki mürəkkəb karbohidratlar sayəsində orqanizm tərəfindən yavaş həzm olunur və uzun müddətli toxluq hissi yaradır. Bu xüsusiyyət axşam saatlarında artıq qida qəbulunun və çəki artımının qarşısını almağa kömək eləyir. Qarabaşaq həmçinin bitki mənşəli zulallar, B qrupu vitaminləri, maqnezium və dəmir ilə zəngindir. Axşam 100-150 qram bişmiş qarabaşaq qəbul etmək kifayətdir. Qarabaşağı yağ və duz əlavə etmədən sadəcə suda bişirmək tövsiyə olunur. Qarabaşaq hər kəs üçün uyğun olmaya bilər. Mədə-bağırsaq xəstəliklərinin, xüsusilə də qastrit və ya mədə yarasının kəskinləşməsi zamanı qarabaşağın qəbulu məhdudlaşdırılmalıdır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini Saf televiziyasında izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.